neçə ildir prezidentsən? Güya o Trump bilmir ki. Yalandan Trump durur deyir, özümün bile deyir müstəkim. Qələt edir Trump. Trump birincisi biznesmendir, siyasətçi deyil. Bile ona şey verir de FBI şey verirdi ona bu programı ki belə məzalan. Diye 30 ildir siz dava edirsiniz, mənim heç xəbərim yoxdur, sizi dayandıran yoxdur. Ticarət deyirsiniz, sizdə ticarət olmayacaq. Sonra bundan sonra dost deyib, bundan sonra dostsuz. Ay Hamaliyev deyir, ondan sonra Paşinyanla dost. Yox, bir vaxtı bax, Bəhruz Səmədovu, sal üzr istəyirəm sözü kəsən, bağışda balon şartında. Burada məsələn Bəhruz Səmədov var idi, alim idi. Çexiyada universitetdə alim idi. Şərəfsiz oğlu, şərəfsiz. Zinada əmələ gələn köpək oğlu. Getdi Azərbaycana. Bəhruz Səmədovu erməni damğası ilə ləkədi ki, sən ermənilərlə nə bilim neynəsən. Amma özü arvadı getdi Paşinyanla, Anla, əmişdi, öpüşdü. Bunlara olar. Amma xalq, mən demirəm, mənim erməni ölüncə düşmənimdir. Bu heç. Bunu qoyduq kənara. Mən erməni ilə yəni heç vaxt uzlaşa bilmərəm. O İlham Əliyevin dostu ola bilər. Çünki İlham Əliyevin elə başqa olmasın, dədəsi, anası ermənidir. Dədəsi Yezdi Kürtdür. Başqa olmasın, İlham Əliyev üçün dostu Zambrat ola bilərlər. Xeyr, amma mənim üçün erməni valla necə deyim, mənim üçün ki, ana bacılarımın qarından üzr istəyirəm. Uşağı Şikayət edirlər bunda. Bəsdir də cəmaatı qoy ürək sözünü desin də, nə istəyir cəmaatdan? Şikayət edirlər onun sayfasında. Bir dənə bariqa qalıb burada.